turş şirniyyat panik atakın təsirini azaldır. Son dövrlərdə sosial şəbəkələrdə panik atak və güclü narahatlıq zamanı turş şirniyyatın istifadəsi geniş müzakirə olunur. Mütəxəssislərin fikrincə bu üsul bəzi hallarda insanın diqqətini qorxu və təşviş yaradan düşüncələrdən yayındıraraq onu hazırki ana yönəltməyə kömək eləyir. Məlumata görə turş dadın yaratdığı güclü hissiyat beynin diqqətini panikaya səbəb olan fikirlərdən uzaqlaşdırır. Bu yanaşma psixologiyada torpaqlanma texnikalarından biri hesab olunur. İnsan turş şirniyyatın dadına, qoxusuna və ağızda yaratdığı hisslərə fokuslandıqda diqqətini indiki məqama yönəldir. Psixi sağlamlıq üzrə mütəxəssislər bildirir ki, torpaqlanma üsulları narahatlıq, stres və panik atak zamanı emosional gərginliyi azaltmağa kömək eləyir. Bu texnikalara nəfəs məşqləri, ətrafdakı əşyaları müşahidə etmək, səslərə diqqət yetirmək və hiss orqanlarından istifadə etmək daxildir. Turş şirniyyat da məhz dad duyğusu vasitəsilə bu prosesə dəstək verir. Mütəxəssislər hesab edir ki, turş şirniyyat bəzi insanlar üçün faydalı köməkçi vasitəsi olsa da, uzun müddətli həll yolu peşəkar dəstək və uyğun müalicə üsullarından keçir.